Bakıda Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən Səudiyyə Ərəbistanının 3 vətəndaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Səbail rayon məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər Əlizaman Mehdi Əli, Əliqəbir Muhammed Hüseyn, Əliqəbir Mehdi Muhammedə hüquq və vəzifələri izah olunub. Məlum olub ki, Əliqəbir Muhammed Hüseyn Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı işləyir. Daha sonra onların Azərbaycan xalqına, eləcə də şəhid ailələri və qazilərə etdiyi müraciət məhkəmədə elan olunub. Hər üç şəxs müraciətində olduqları yerin mahiyyətini dərk etmədiyindən bu hərəkətə yol verdiklərini qeyd ediblər. Azərbaycan bizim üçün dost və doğma ölkədir. Həmin yerin Azərbaycan xalqı üçün müqəddəs olduğunu bilməmişik. Buna görə də Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyirik. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə sözügedən şəxslər bu il avqustun 16-sında saat 17:00 radələrində Şəhidlər Xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər. Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu ilin avqustun 13-də Bakıya turist kimi 5 günlük gəldikləri və Şəhidlər Xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci qəbir üzərində təhqir edici hərəkətlər maddəsi ilə cinayət işi açılıb.